Salam, bugün mən sizə Rubikdə üstəgəl necə qurulur, onu öyrədəcəm. Sual yaranır. Üstəgəl nədir, nəyə lazımdır? Üstəgəl demək olar ki, Rubikin əsasını təşkil edir. Üstəgəl bu şəkildə olur. Küncləri tutsaq görərik ki, burada ağ rəngdən üstəgəl formasında bir quruluş var. Bizə də elə bu lazımdır. Üstəgəldən əlavə bizə onun slotları olan birləşmiş rənglər lazımdır. Biz üstəgəl və onun slotlarını düzəldə bilməsək, Rubiki heç cür qura bilmərik. Ona görə də bu dərsdə göstərdiklərimi diqqətlə izləyin. Rubiki qarışdırırıq və üstəgəli düzəltməyə çalışırıq. Rubiki yaxşı qarışdıraq. Və üstəgəl düzəldəndə sarı rəng üstə qalır, ağ rəng altda. Və üstəgəlin parçaları olan ağ rəngləri sarı rəngin ətrafında toplamalıyıq. Və biri qarşımızdadır. Qaldırdıq. Bunu qaldırmaq üçün U hərəkət etməliyik. U hərəkətini etdik və qaldırdıq. İndi isə bir-bir bunları öz yerinə qoymalıyıq. F2 hərəkəti ilə 1, 2. Bunu da öz yerinə aparırıq. Birləşdi. F2 hərəkəti ilə yerinə qoyduq. Qırmızı rəng var burada. Bunu öz yerinə qoyduq, birləşdirdik. F2 hərəkəti ilə yerinə qoyuruq. Bir dənə narıncı qaldı. Onu da F2 hərəkəti ilə yerinə qoyduq. Küncə fikir vermirik və baxırıq. Gördüyünüz kimi üstəgəl hazırdır. Gələn dərslərimdə bu haqda daha geniş məlumatlar verəcəm. Əməyimə qiymət verirsinizsə, videomu bəyənib abunə olmağı unutmayın.